alış-veriş eləmişəm. Onları bir-bir sizə göstərmək istəyirəm. Deməli, birinci makyajdan başlayaq. Bir ədəd, bunu açmışam, dözə bilmədim. Belə bir bronzer almışam. İşlədənlər varsa fikrini bildirsin. Bunun sürpriz hissəsi buradadır. Spon çıxdı içindən. Balmın Hot Mama ənliyini almışam. Ayıb buraya baxmayın. Sonra Maybelline'in 2 dənə belə glossunu almışam. Bunları çox bəyənirdim və çoxdan da almaq istəyirdim. Belə bir tuş aldım. Çox qəşəng daxtalamışdı kipriklərimi. İndi kipriklərimdə vanilyası var. Çox xoşum gəlmişdi. Ona görə bu tuşu. Bunun fırçasına baxmaq istəyirsinizsə bu şəkildədir fırçası. Miss Tyson 2 dənə dodaq karandaşını almışam. Birinin nömrəsi 752, birinin nömrəsi 765. İndi keçək baxım məhsullarına. Deməli, bir ədəd belə üzüma gel almışam. Bunu çox təriflədilər. Açığı Bioderman almaq istəyirdim. Amma bunu çox təriflədilər deyə bunu almaq qərarına gəldim. Bir ədəd Tresanın bu şampununu almışam, cildgənli. Bunu mənə hədiyyə eləmişlər Kozmonotda. Mən də başqa birinə hədiyyə eləmişdim. O qədər çox təriflədilər ki, axır getdim özüm aldım. Həmin hədiyyə elədiyim insan saçları tökülürdü. Bir ayın içində saçları təzədən çıxdı, yəni bir istifadəyə. Həqiqətən şok olmuşdum. İndi həmin adama sarımsaqlısını aldım, özümə isə cildgənlisini. Əlavə olaraq Urban'ın o fıs-fısını alacaqdım saç tökülməsi üçün. Çünki buralarımda biraz tökülmə var. Amma dedilər ki, elə hazır şampununu almışsansa fıs-fısını da al. Həm bitki tərkiblidir, həm də eyni qiymətə idi. Bir yerdə istifadə eləsən çox yaxşı nəticə verəcək dedilər, güvənirəm. Belə bir kollagenin üz nəmləndiricisini aldım. Bu kollagenin gözaltı kremini almışam. İkisini sadəcə bir yerdə istifadə eləmək istədim. Əgər istifadə eləyənlər varsa, zəhmət olmasa bildirsin necə nəticə verir. Bu dodaq balmına 10 manat pul vermişəm. Və fikirləşirəm, həqiqətən bunu orada çox təriflədilər. Fikirləşirəm, necə bir effekt ola bilər ki, mənim dodaqlarım gördüyünüz kimi çox qurudu. Fikirləşirəm, necə bir effekt ola bilər ki, bu onun qiymətini telafi eləyəcək. Çox maraqlıdır. Mən NYX kimi açılır, NYX'in glossları kimi baxmaq istəyirəm. Bu həm ballıdır, həm nanəlidir. Bunu bir müddət istifadə edib nəticəsini tam dəqiq bildirəcəm. Mənə 30 manat dəyərində bu nəmləndiricini hədiyyə elədilər. Quru dərilərə çox yaxşı effekti olurmuş. 50 manatdan yuxarı olan bütün alış-verişlərə bu nəmləndirici hədiyyə olunurmuş. İndi deyəcəksiniz ki, mən bir dəfə bu qədər alış-veriş eləyə bilmirəm və s. və s. Onu da deyim ki, indi al 2 ay ödə, bir də kreditlə al kampaniyası var, yararlana bilərsiniz. Öpdüm hamınızı. Hansı məhsulları, burada olan hansı məhsulları istifadə eləmişsiniz, fikirlərinizi bildirin. Bay bay.